bürcü 22 aprel 2026-cı il. Artıq günün əvvəlini intuisiya sizə plan üzrə hərəkət etməyin çətin olacağını deyəcək və bu dəfə o yanılmayacaq. Doğrudan da gün çoxlu gözlənməz hadisələr gətirəcək. Qəribə və təəccüblü təsadüflər, planlaşdırılmış görüşləri və işləri təxirə salmağa məcbur edən vəziyyətlər mümkündür və siz tamamilə yeni şeylə məşğul olmalı olacaqsınız. Bu sizə tamamilə xoşagəlməz olmayacaq. Bəzi qoçlar hətta baş verənlərdən zövq alacaqlar, amma yenə də bir qədər həyəcan keçirməli olacaqsınız. Xüsusilə də bugün vacib məsələləri həll etməyi planlaşdırmısınızsa, xoş tanışlıqlar mümkündür. Lakin nəzərə alın ki, bugün tanış olduğunuz insanlar haqqında ilk təəssürat yanlış ola bilər. Buna görə də sizə xoş gələn hər kəslə dərhal sirləriniz və ya vacib məlumatlarınızı paylaşmağa tələsməyin. Buğa bürcü 22 aprel 2026-cı il. Ulduzların dəstəyinə arxalana bilərsiniz. Xüsusilə günün birinci yarısı çox uğurlu olacaq. Bu vaxt bir çox işdə uğur əldə edəcəksiniz. Kiçik çətinliklər və gülməli anlaşılmazlıqlar istisna deyil. Amma onlar sizi məyus etməkdənsə əyləndirəcək. Ciddi problemlər gözlənmir. Buna görə narahat olmağa dəyməz. Ola bilsin ki, tamamilə yeni bir işə başlamaq və ya başqalarının öhdəsindən gələ bilmədiyi tapşırıqları həll etmək lazım gəlsin. Məsələn, daha təcrübəli həmkarlarınızın çətinlik çəkdiyi iş problemlərini siz tez həll edə bilərsiniz. Əgər uzun müddətdir bir layihəni təxirə salmısınızsa, indi ona başlamaq üçün ən uyğun zamandır. Nəticələr gözləntiləri aşacaq və həmkarlarınızla rəhbərlik sizin məhsuldarlığınızı yüksək qiymətləndiriləcək. Əkizlər bürcü 22 aprel 2026-cı il. Tələsməyin, dərhal mürəkkəb işlərə və ciddi məsələlərə həllinə başlamayın. Səhər sizə uyğun ritmə düşmək və necə hərəkət etməyin daha yaxşı olduğunu anlatmaq üçün vaxt lazım olacaq. Əgər şərait imkan verirsə, bir qədər fasilə verib gələcək barədə düşünmək və hətta sadə xəyallara dalmaq daha faydalı olar. Sakit səhər saatlarında ağlınıza həqiqətən yaxşı ideyalar gələ bilər. Heç nəyi unutmamaq üçün onları qeyd edin. Əgər fəaliyyətiniz yaradıcılıqla bağlıdırsa, səhər sizə ilham və uğur gətirəcək. Günün ikinci yarısı daha məhsuldar keçəcək. Bu vaxt ünsiyyət üçün əlverişlidir. Rəhbərliklə söhbətlər və işgüzar görüşlər asan və səmərəli olacaq. İş məsələlərinin qeyri-rəsmi mühitdə müzakirəsi çox faydalı nəticələr verəcək və siz kiminləsə birgə fəaliyyət barədə razılığa gələ biləcəksiniz. Xərçəng bürcü 22 aprel 2026-cı il. Gün ərzində hər şey istədiyiniz kimi getməyə bilər. Bəzi xərçənglər üçün əlverişsiz şərait vacib işləri vaxtında bitirməyə mane ola bilər. Digər nümayəndələr isə tamamilə yeni işlərə başlasalar çətinliklə üzləşə bilərlər. Lakin ehtiyatla hərəkət etsəniz ciddi problemlərdən qaça bilərsiniz. Son vaxtlar çox məşğul olanlar üçün bugün dayanıb məqsədlər, prioritetlər və planlar barədə yenidən düşünmək faydalı olacaq. Günün bir hissəsini planlaşdırmaya, vəziyyətin təhlilinə ayırmaq yaxşı nəticələr verəcək. Gün işgüzar ünsiyyət, danışıqlar, əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli olacaq. Potensial tərəfdaşlar və işə götürənlərlə görüşlər uğurlu keçəcək. Bəzi xərçənglər uğurlu müqavilələr bağlayaraq gəlirlərini bir qədər artırmaq imkanı tapacaqlar. Şir bürcü 22 aprel 2026-cı il. Günün başlanğıcı çox uğurlu olmaya bilər. Diqqəti ciddi işlərə cəmləmək adi haldan çətin olacaq və səylərinizin nəticələri o qədər də yüksək olmayacaq. Vacib işləri, məsuliyyətli danışıqları və görüşləri daha yaxşıdır. Əgər imkan varsa, səhər daha sadə və vərdiş etdiyiniz işlərlə məşğul olun. Günün ortasına qədər həmkarlarla ünsiyyətdə ehtiyatlı olun. Fikir ayrılıqları və xırda mübahisələr mümkündür. Hətta əvvəllər yaxşı yola getdiyiniz insanlarla belə razılığa gəlmək çətin ola bilər. Əsəbləşməməyə, mənasız müzakirələrə girməməyə çalışın. Bir qədər səbir göstərsəniz, vəziyyət tezliklə yaxşılaşacaq. Qız bürcü 22 aprel 2026-cı il. Emosional fon gərgin olacaq. Bu səbəblə gün ümumilikdə çətin keçə bilər. Səhər baş verənlərə adi haldan daha kəskin reaksiya verə bilərsiniz. Xırda şeyləri belə ürəyinizə salıb narahat olacaqsınız. Bu vaxt ciddi qərarlar qəbul etməmək daha yaxşıdır. Bir neçə saat gözləyin və görəcəksiniz ki, bir çox məsələlərə münasibətiniz dəyişir. Günün ortasında maliyyə məsələlərinə diqqət yetirmək faydalı olacaq. Pul məsələlərində intuisiya sizə düzgün istiqamət göstərəcək. Harada xərcləmək, harada qənaət etmək lazım olduğunu anlayacaqsınız. Riskli sözləşmələrdən uzaq duracaqsınız və bu çox düzgün qərar olacaq. Bəzi qızlar gəlirlərini artırmaq üçün nə etməli olduqlarını başa düşəcəklər. Tərəzi bürcü 22 aprel 2026-cı il. İş tapşırıqları sizə adi haldan daha çətin görünə bilər. Bəzi tərəzilər günün əvvəlində köhnə problemləri həll etməli. Artıq tamamlanmış hesab olunan işlərə qayıtmalı olacaqlar. Ümumilikdə vəziyyət istədiyiniz kimi getməyəcək və səhvlərə yol verməmək üçün ehtiyatlı davranmaq lazım olacaq. Bu zaman intuisiya və vəziyyəti düzgün hiss etmək bacarığı sizə çox kömək edəcək. Gün ərzində yaranacaq ideyalara diqqət yetirin. Çox güman ki, onlar uğurlu olacaq. Lakin bu planları həyata keçirmək üçün hələ ən uyğun zaman deyil. Buna görə səbirli olun. Ağlınıza gələn hər şeyi qeyd edin və daha sonra onları etibarlı dostlarınızla müzakirə edin.
Əqrəb bürcü 22 aprel 2026-cı il. Sizi çox məhsuldar bir gün gözləyir. Bugün yeni işlərə başlamaq əvvəllər çox çətin görünən sahələrdə özünüzü sınamaq üçün uyğundur. Səhərdən ciddi əhvalda olacaq, məqsəd və prioritetlərinizi dəqiqləşdirəcəksiniz. Çətin vəziyyətlərdə tez orientasiya olacaq. Düzgün qərarlar dərhal ağlınıza gələcək. Tərəddüd etmədən hərəkət edəcəksiniz. Əsas məsələləri fokuslanmaq bacarığınız bəzi əqrəblər rəqiblərini geridə qoymağa kömək edəcək. Şəxsi münasibətlər sahəsində də müsbət təsirlər hiss olunacaq. Əgər uzun müddətdir dəyişiklik istəyirsinizsə, bu gün onlar baş verə bilər. Doğru anda təşəbbüs göstərməkdən çəkinməyəcəksiniz və bu münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər. Ox atan bürcü 22 aprel 2026-cı il. Günün birinci yarısında ehtiyatlı olun. Bu vaxt ciddi işlərə başlamaq, vacib qərarlar qəbul etmək üçün uyğun deyil. Mövcud vəziyyəti düzgün qiymətləndirmək çətin olacaq. Kiməsə inanmaq lazım olduğunu anlamaqda çətinlik çəkə bilərsiniz. Kimsə sizi aldatmağa və ya sərfəli olmayan şərtlər qəbul etdirməyə çalışa bilər. Aldığınız məlumatları yoxlayın. Sənədləri diqqətlə oxuyun və şübhəli təkliflərlə razılaşmayın. Qətiyyətli olsanız maraqlarınızı qoruya biləcəksiniz. Günün ikinci yarısında vəziyyət xeyli yaxşılaşacaq. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz. Bu vaxt ünsiyyət üçün xüsusilə əlverişlidir. İnsanlarla asanlıqla dil tapacaq və onları öz tərəfinizə çəkə biləcəksiniz. Oğlaq bürcü 22 aprel 2026-cı il. Gün sizi sevindirəcək. Artıq səhərdən anlayacaqsınız ki, bir çox işlərin öhdəsindən gələ bilərsiniz və mürəkkəb tapşırıqlardan çəkinməyə dəyməz. Bir çox işi tezliklə tamamlayacaqsınız. Günün ortasında işlərin böyük hissəsinin bitdiyini görəcəksiniz və yeni maraqlı fəaliyyətlər üçün vaxt qalacaq. Həmkarlar enerjinizi, rəhbərlik isə nəticələrinizi yüksək qiymətləndirəcək. Qeyri-standart düşüncə və yaradıcılıq tələb edən işlərlə məşğul olan oğlaqlar özlərini parlaq şəkildə göstərəcəklər. Lakin fəaliyyətiniz yaradıcılıq uzaq olsa belə, yeni yanaşma sizə effektiv həllər tapmağa kömək edəcək. Dolça bürcü 22 aprel 2026-cı il. Bu an istifadə edərək çoxdan planlaşdırdığınız işləri həyata keçirin. Ulduzlar sizi dəstəkləyəcək. Buna görə cəsarətli ideyaları reallaşdırmaq üçün yaxşı fürsətdir. Peşəkar sahədə uğur qazanmaq mümkündür. İş tapşırıqları asan və sürətli həll olunacaq. Yeni təklifləriniz dəstək qazanacaq. Böyük məqsədlər qoymaqdan çəkinməyin. Bugün onları reallaşdırmaq üçün bütün imkanlar var. Dostlar, həmfikirlər sizə kömək etməyə hazır olacaq. Maddi gəlirlər də mümkündür. Məsələn, uğurlu işə görə mükafat ala bilərsiniz. Bu vaxt işgüzar məsələləri müzakirə etmək, yeni layihələr planlaşdırmaq üçün əlverişlidir. Balıqlar bürcü 22 aprel 2026-cı il. Günün başlanğıcı bir qədər çətin ola bilər. Uğursuz təsadüflər, xoşagəlməz hadisələr sizi narahat edə bilər. Emosional fon qeyri-sabit olacaq və sakit qalmaq çətinləşəcək. Bəzən əsəbilik güclənə bilər. Bunu gizlətmək üçün səy göstərməli olacaqsınız. Amma narahat olmayın. Bu müvəqqətidir və vəziyyət tezliklə yaxşılaşacaq. Günün ortasına doğru müsbət təsirlər güclənəcək və siz özünüzü daha yaxşı hiss edəcəksiniz. Yeni enerji və hərəkət etmək istəyi yaranacaq. Bəzi balıqlar səhər çətin görünən problemlərin effektiv həll yollarını tapacaqlar.